Vallahi yəni mövzuya uyğun nədir, gözəl qardaşım? Məsələn, tutaq ki, məsələn, danışırsınız, məsəl üçün, bir qardaş oturub ticarətdən danışır. Ticarətdən danışır. Məsələn, deyir, filan mal gətirmək necədir, filan mal vurmaq necədir. O danışır, məsələn, tutaq ki, məsələn, misal üçün, məsələn, telefon aksesuarları filan bir telefon, kompüter, belə şeylər. Sən başla ayaqqabıdan danışmaq. Yəni, düz olmadıq, yəni adam, yəni bu ticarət hansısa bir məqamda, mövzuda müştərək olsa da, mövzu, yəni başqa mövzudur, burada artıq başqadır. Və o danışır, məsəl üçün, hardansa, Kitaydan mal vurmaq, məsəl üçün, o da başlayır, məsəl üçün, mən İrandan o vaxt gətirmişdim, məsəl üçün. Uyğun gəlmir. Yəni, heç uyğun gəlmir, yəni mövzuya uyğun. Və ya tamamən ayrı bir şey, yəni biri aydan danışır, o birisi çaydan. Və belə kəlmələri düzgün seçmək, budur ki, məsələn, və ya qeyd etdiyim kimi, məsələn, tutaq ki, hədisdən danışırsan, hədis elmindən danışırsan, gərək hədis elminin öz kəlmələri var. Hədis, məsələn, marfu, hədis, məsələn, qarib, hədis, məsələn üçün, munqati, məsələn, bu sözlər var. Bunun əhlinin dilində danışırsan. Sən gəlmirsən, alimə sual verirsən, o da hədisdən sual verirsən, amma məsələn, küçə sözləri. Yadıma gəlir bir dəfə şeyxlərin birinin yanında, Məkkədə oturmuşduq. Bir müsəlman ölkəsində olan bir, adını da çəkmirəm bu müsəlman ölkəsinin, müsəlman ölkəsində olan ərəb müsəlmanlarına idi. Olan bir qardaş ələn qaldırdı, sual verməyə. Şeyx dedi ki, buyur, sual verməyə. Sualı ver. Əslində, sualı elmi sual idi. Amma sualı ləhcədə verdi. Və ləhcə də çox, yəni lap küçə ləhcəsi idi. Söhbət, sual gedirdi Allahın kəlamından, adlarından və sifətlərindən. Bu isə elə bir ləhcədə danışdı ki, yəni elmi ləhcədən orada o elmin, o belə mövzunun öz sözləri var. Allaha layiq işlədilir o sözlər falan falan. Şeyx qayıtdı ki, aid sualək. Sual təzdən ver. Eşitmədi. Əslində eşitdi, mən düz şeyxin yanındaydım. O da başladı yenə həminki aura, həminki kəlmələr. Şeyx dedi ki, eşitmədi. Bu eşidiləsi sualdır. Yəni sən sualıma uyğun sözlər seçmirsən. Sonra mən qayıtdım ki, şeyx, mən eşitdim, yəni belə demək istəyir. Mənə qayıtdı ki, mən bilirəm o elə demək istəyir. Mən ona başa salmaq istəyirəm ki, düzgün sözlər seç. Yəni Allah Taala'nın adları və sifətləri barədə sual verirsən, yəni küçə dilində. Sonra o suala cavab vermədən qabaq bir 15 dəqiqə bu məsələdən danışdı. Sonra onun sualına cavab verdi. Yəni məsələn, bunlar hamı təbii ki, çox sahələrə şey ola bilər. Ola bilər, məsələn, adam uşağını danlayır, məsələn, 5 yaşında və yaxud da 6 yaşında uşağı 20 yaşında uşaq kimi danlayır. Ola bilər, 20 yaşındakı uşağı 15 yaşındakı uşaq kimi danlayır. Bu da sözlər də orada da mühümdür, yəni təkcə elmdə deyil. Hər bir şeydə düzgün sözlər, yəni müvafiq, uyğun sözlər seçmək mənasındadır, bəli. Umumidir, yox, umumidir, fərqi yoxdur. Namazı birləşdirməklə bağlı, uşaqlar məktəbə gedir, onlar öz yerlərində qalırlar, yoxsa səfərdədirlər? Yəni, zərurət olur da. Yer yoxdur məktəbdə namaz qılmağa. Oturub qıla bilərmi? Məsələn, oturub bir yerdə qıla bilərmi? Oturub bir yerdə partada məsələn, oturub bir yerdə qıla bilərmi? O, bizim qardaş var, bələcə qardaşım var dedi sual. Sual o qardaş, neçə yaşın var? 12. Sən inşallah gəl evdə qıl qəzasın. 15 yaşın falan olanda inşallah özün yer tapıb qıla biləcəksən. 15-də zadda qalacaq olacaq. Bu həddi buluğa çatmayıb, yəni hələ mükəlləf deyil mən bilən qədər. O yekəsi yer tapsın. Yekəsi yer tapa bilər. Yer tapsa ona da desin ki, falan yerdə yer var. Orada qıl məsələn. Amma hər bir halda, üzr istəyirəm, ehtiyac olarsa birləşdirib qıla bilər.
ehtiyac olar. Çünki əlimizdə bir hədis var ki, Peyğəmbər sallallahu birləşdirdi, qıldı. Yəni bu hədis göstərir ki, işarə edir ki, hansısa bir vəziyyətdə eləmək olar. Bəzi alimlər bu hədisi belə şərh edir ki, hansısa bir vəziyyətdir, yəni necə deyirlər, çıxış yolu yoxdur demək olar ki. Amma məsələn, burada üzr istəyirəm, məsələn, şeylər var. Ola bilər, məsələn, biz ikimiz, məsələn, siz yaş, mən yaş və qardaşlarımız burada. Bəlkə də biz yer tapıb qılarıq. Biz orada vəziyyət qurarıq özümüzə. Amma yəni uşaqlar o deyil. Hə? Ona görə onlara uyğun, yəni biz onlara rəğbətləndirik ki, yer tap, çalış, oturan yerdə də olsa, ayaq üstə Allahu Ekber denən, otur qalan namazlarını qıl. Yox, bunu da eləyə bilmirsənsə, bu da artıq alınmırsa, indi orada başa salarsan bir övlad kimi. Yəni görürsən ki, yoxdur, o zaman qəza eləməsin, yox. Yəni zərurətin hökmünü götürüb birləşdirsin, Allah verdi olsun. Dərs tez tutarır. Hə, gəlir, onu da qaytarsın. Qaytarsın. Hər ehtimala qaytarsın. Bəli. Elə bir ki, səfərdə deyib cəmaatla namaza qoşulsan, axırıncı rükətə gedib çatırsan, namazı bitirdikdən sonra davam edirsən, 4 rükət qılırsan. Amma sonra bilirsən ki, qıldıran da səfərdədir, o da 2 rükət qıldırır. Heç önəmdir. Bu məhəl olanda səfərdə onu 4-ə tamamlayacaq, 2 tamamlayacaq. Ümumiyyətlə, səfərdə də bilinir. Amma məsələn, səfər, gedirsən səfərə, məsəl üçün, tutaq ki, götürək Məkkə Mədinədə, yəni biz ən çox inşallah zənn edirəm ki, biz o tərəflərə gedirik. Orada məsələn, aeroportdur. Aeroportlarda bil ki, imam dayanıbsa müsafirdir. Yəni o aeroportun meçidləridir, musallilərdə meçidlərdir. Görsən, kimsə imam dayanıb, bil ki, o artıq orada şeydir, müsafirdir. Çünki o meçidin daimi bir imamı yoxdur. Bəlkə də var, cümədə gəlir, xütbə verir, gedir. Amma belə, o orada ancaq şeydir, müsafirlərdir. Və yol meçidləri var. Yol meçidləri. Orada məsələn, görsən, bu cəmaat girir, o cəmaat çıxır, bu cəmaat. Bil ki, imam nədir? Müsafirdir. Yox, girdim meçidə. Artıq bura bir hiss etsin ki, bu artıq meçiddir, burada 5 vaxt namaz falan, ədə olmur. Yox, onda artıq 4-lə tamamla. Birdən bilmədin, elə bildin ki, müsafir sən demə, müqimmiş, elə bildin. Amma əslində o da müsafirmiş. Qalxdın, tamamladın 4-ə, heç nə yoxdur. Elhamdülillah. Ehtiyatı götürmüsən orada. Bəli, ehtiyatı götürmüsən. Yəni, ehtiyat eləmişsən. Bəli. Allah razı olsun. Varsa sual yoxsa, elhamdülillah, Allah razı olsun. Allah mağazıdan mülkünüzə bərəkət versin. Var sual? Aleyhisselam. Hə, buyur. Məscidin içində qəbirstanlıq var, qəbir var. Məscidin içində alab, məscidin içində, yoxsa məscidin həyətində? Qiblə qəbirə baxır. Məsləhət deyil, orada namaz qılmaq. Məsləhət deyil. Amma orada üzr istəyirəm, şərtlər var. Məsələn, məscid olub, birinci yoxsa qəbir olub. Bunlar hamısı mövzudur. Biz bilmirik, məscid olub, yoxsa qəbir olub. Hər halda qibləyə tərəfdirsə qəbir. Məsləhət görmürəm orada namaz qılmağa. Yaxşı bilmədən qılmasan, heç getdi. İnşallah qılma. Bəli. Ümriyə gecəndə Ramazan girməmiş gedilərsə. Ramazan girməmiş getdim, bir neçə günə Ramazan ayı girdi. Təzdən Məkkədən çıxıb, yəni Kəbədən çıxıb, gedib parası bir yerdə, təzdən qalib. Ramazan ömrəsi üçün. Yəni tez getdin, Ramazan girməmiş. Getdin, ümrə etdin. Və Ramazan ömrəsi deneməksə, eyb etməz. Ged Mədinəyə. Eyb etməz. Ged Mədinəyə. Çünki sən o Mədinə səfərini niyyət eləməmişdin. Sadəcə çıxdı, getdi Mədinəyə. Səfər elədin Mədinəyə. Peyğəmbərin şəhərini də görməyə. Onda niyyət şərt. Qaydında niyyət eləməz. Yəni, məsəl üçün gəldiniz Məkkəyə Ramazan ömrəsi eləməyə.
Belə oldu ki, gəldi, burada Ramazan ayı elan olundu girişi. Hələ orada yox. Onlar qaldılar sabaha. Aydındır? Ya ehramda qal, bir gün gözlə. Bəs Üzr istəyirəm. Qal, gözlə. Ramazan məğribdən sonra girir axı. Başda ümrə eləməyə Ramazan ömrəsi olsun. Və ya ümrə elə, bitir. Ramazanın ortasında falan, yəqin ki, Mədinəyə gedəcəksən də. Sən onun qabaqcadan niyyətlənməmişdin, qabaqcadan planlamamışdın. Gedim onu eləyim, sonra gedim bir dənə də ümrə eləyim. Sadəcə belə alındı ki, Ramazan ümrəsindən məhrum olmamaq üçün eyb etməz. Gedəsən Mədinəyə, qayıdıb təzədən bir də ümrə eləyəsən. onun qabaqcadan planlaşdırma olmaz da. Yəni planlaşdırmasan yaxşıdır. Biraz, yəni daha yaxşı yerə gedib düşmək üçün. Hətta planlaşdırsan deyə deyən alimlər var. Lakin yenə deyirəm, yəni belə olsa, sən Ramazan ümrəsinə gedirdin. Bir səfərdə 2 ümrə məsələsidir bu. Bu ixtilaflı alimlər arasında. Madam ki, belə vəziyyətdir. Ramazan ümrəsindən məhrum olmayasan deyənə eyb etməz. Məsələn, buradan deyək 3 gün qalır. 3 günə təxminən 3-4 gün qalır. Ramazanın girməyinə. Mədinəyə getdin, qayıdıb gəlirsən. Bilmirsən ki, o misal üçün ayın 18-ini gedəcək, 19-unu gedəcək. Orada ehram gedib. Yox, da gedmirsən sən Mədinəyə, qal Mədinədə, hətta Ramazan elan olunsun. O oteli saxlandı, baxır, məcbur çıxmalıdır. Çıxmaz, ehramı geyinir. Gəlib, məsəl üçün, Məkkədəki oteldə qaldın, ehramı çıxartmadın. Hə, çıxartmaya bilərsən. Çıxartmadın, bir gündə o vəziyyətdə yatdın. Ramazan elan oldu. Bəli. Yəni ona elə Bəli. Məğribi gözləyirsən. Bəs qadınlarda şərtli şeydir də o. Qadınlarda ehram olmur ki, qadınlar öz paltarlarında olur. Mən sonra bu sual verin olar. Bəli. O həd savabıdır. Kim? Ramazanda elə Bəli, Ramazan ümrəsi həccə bərabərdir. Hələ belə həccə yox. Peyğəmbər sallallahu əleyhi və səlləm bərabər həcc. Bəli. Dünyasını dəyişən biri üçün ümrə eləmək nədir? Yəni doğru. Dünyasını dəyişən birisi üçün ümrə eləmək olar. Dünyasını dəyişən insan üçün ümrə ziyarəti keçirtmək olar. Yəni çünki mənim özüm Yəni ümrə ziyarəti eləmək olar. mənim özüm birinci gedirəmsə özüm üçün. Yəni təbii ki, özün eləmisənsə. Özün eləmirsən, sonra məsəl üçün də dünyasını da baban üçün falan eləyə bilərsən. Bir də özü istəyirsə. Özü istəməsə də olar. Yox, ölən adam özü istəyirsə vaxtını ümrə eləsin. Bəli. Yox, özü istəməyə şərt deyil. Ola bilər bilməyib, avam olub. Heç bilməyib ümrə nə demək. Deyirsən ümrəyə gedibsə deyir ümrə nədir? Onlar həcci bilirlər ancaq. Ancaq həcc bilirlər, ümrə bilmirlər çox. Yəni ümrəni çox. Özü istəməsə deyil. Necə istəmir. Hətta biri həccə getsən. Yox, yəni eyb etmir. Kimə girib gedəməyib o Yox, eyb etməz, hətta niyyət eləməyibsən. Müsəlman idi. Bəlkə də heç o qədər anlamadı mən məsələnin mühümlüyünü. Bəli, eləmək olar. Yəni orada məsəl üçün gedib Ramazanlı həcdə məsəl üçün ailə vaddini $300 atam üçün, $300 anam üçün dünyasını dəyişik istəyir. Sədəqə vermək olar mı orada? Eyb etməz. Ata adından, ana adından sədəqə vermək olar. Orada da vurulur mu və o 100 min? Yox, orada namazdır 100 mindir. Hər şey 100 mindir. Bizim qardaşlar da maşallah elə ki 100 mindən yana. Hər şey elə. Neynirlər deyir 100 mindir. Neynirlər deyir, yox, hər şey namazdır. Orada namaz 100 mindir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahın evində, yəni Kəbədə qılınan namaz başqa namazlardan, başqa məscidlərdəki namazlardan 100 min dənə fərqi var. Hər şey yoxdur, sədəqə 100 mindir. İnşallah daha əfsəldir orada. Bizdə var axı minlikləri çoxaltmaq. Yox, minlik orada namazıdır. Allah bilir. Azərbaycanlı olduğumuzu burada da göstəririk. Bəli. Məsələn, bunun savabı elə yaxşı olmazmı ki, bir dənə ümrəyə getməyən adamı, məsələn, 300 ora verməkdənsə də başqa bir adamı valideyni Eyb etməz. O qayıdır insanın üstünə. Eləmi? Məsəl üçün qardaş düzdür. Məsəl $1000 bir qardaşı da özünə götürdün. Evet. Savabı qardaş da qazanır, valideynə də gedirsən. Və ya qardaş eləyibsə deyirsən mənə valideynəmin adına ümrə elə. Və belə. Və belə. Qardaş özü də savab qazanır, ümrə savabı valideynə. Yox, o qardaş sən valideynlərin adını eləyirsə yox, ümrə savabı valideynlər qazanır. Qardaş yaxşılıq savabı qazanır. Amma orada qıldığı namazlar var 100 min. O qardaşındır. O yüzlüklər qardaşın. Yüzlüklər qardaşın. Və ümrəyə getmən birini ümrəyə göndərsəm, ölən valideynin yerinə. Getməyən birini yox.
getməyən birinci özü üçün gedir. Özü üçün gedir, sonra artıq gedə bilər. Sanki Yəni təklif gəlsə rədd eləsin onu, yoxsa deyirsən ki, ölən rədd valideyn yerinə eləməsin. Sonra göndərirsən. desin, niyə zərət deyək? Bəlkə deyəcək ki, yoxsan get. Hə, ya rədd eləməsin, izah eləsin. Desin ki, mən olmamışam. Bəlkə deyəcək, sən heç olmamışam da, onda vəbşə gedək, olmamısan. Və Əxəcan, əsas ölən adam yerinə yox. Bayaqki dərsə qayıtdıq. Münasib kəlmə seçmək. Münasib ləfz seçmək. Ölün yerinə yox, məsələn, ölən valideyn yerinə yox. Bir qardaş göndərsən, orada savabı nə olur? Məsələn, qardaş mənə göndərməsə deyək. Mən ümr edirəm. Orada qardaşın savabı nə qazanır? Hər şey, sən orada nə edirsən hamısı. Hamısına şərikdir, yoxsa Şərik. azalmır, değil mi? Heç Yox, şərik deyil əslində. Yəni şərik zad yoxdur. Şərikdən də artıqdır bu. O özünündür, o da sənin. O ömrə qazanır savab, sən də o qazanırsan. o qazanır bu. Amma orada gedir, oruz açır, yeyir xurmadan, sənə də onun savabı gəlir. Orada açdığına görə. Orada gedir 100 min namaz qılır, bir namaza, o da sənə gəlir. Onunki də kəsilməmək şərti. Ondan da heç də azalmır, o boyda sən. Yox, onunkinə dəymək olmaz. Valideyn adına da sədəqə eləmək adından. Məsələn, kimsə ömrəyə aparmaq da. Valideynə sədəqə adından kimsə ömrəyə aparmaq eyb etməz. Eyb etməz, yəni bir valideyndir. Valideyn dünyasını dəyişib 5 nəfər 5 nəfər aparır. Sədəqə eləyir ki, mən bundan... Yəni nə maniyə var orada? Maniyə, yəni sual odur ki, orada olan içində heç vaxt ümrə eləməyənlər. Heç nə ömrə eləməyən o öz ümrəsini eləyir. Və ona deyir qardaş, mən sən valideyn adını eləməyəcəm. Mən eləməmişəm ümrə. Deyə bilər ki, uzaq başı öz ümrəmi eləyərəm, sonra Mədinədən qaydında sənə valideyn üçün ömr eləyərəm. Belə deyə bilər. Amma bir dənə özü üçün eləməlidir. Bir dənə özü üçün eləməlidir. Müsəlmanın mövqeyi olmalıdırmı bu ələxüsus bu salam kəsmək məsələsində? Yəni özünü sələfiyə nisbət edən müsəlman bütün ümumilərlə salamlaşır, təşkilçilərlə salamlaşır, amma sən mövqe saxlayırsan, bəzilərinə salam vermirsən, dəvətçilərinə, bəzilərinə də çox belə soyuq salam verirsən. Yəni o sələfiyə nisbət edən müsəlman o mövqeyi saxlamalıdırmı o hizblərinə? Təbii ki, sələfilik biz artıq gəldik biraz qəliz bir məsələyə. Biraz məsələ artıq darlaşdı. Sələfilik kitab və sünnə və sahabələrin yoludur. Və onların arxasınca gələn alimlərin, tabein, ətbə tabein yoludur. Təbii ki, hər bir sələfi uzaqdır bidət əhlindən, onların fikirlərindən, onların yollarından. Bidət əhli də bölünür, hamısı eyni deyil. Onların önündə gedən dəvətçiləri var, o dəvətçilərə kömək eləyənlər var, bir də avam var, arxalarınca gələnlər. O birinci, yəni özləri bidətçilərin, ikinci onların köməkçiləri, onlarla münasibət qurulmur. Çünki Şeyx Maz Rahimallah deyir ki, o dəvətinə kömək eləyəndə onun kimidir. Onun dəvətinə kömək eləyir, yardım eləyir. Amma arxada gələnlər olar ki, nə bilim, gedirlər də, bilmirlər, deyirlər, qardaş, mən qarışmıram. Belə. Onlarla münasibət olur, salam, sağ olur. Amma yeri gələndə bəyan edirsən onlara ki, səhvsən, səhv edirsən, xatadır bu. Amma onlarla o birinci və ikinci, yəni özü ilə və dəvətlərinə kömək eləyənlərlə salamlaşmaq Əhl-i-Sünnə və Cəmaətin yoluna uyğun deyil. Səhvdir. Yaxşı. İndi bizim içimizdən qardaşlardan kimsə görüşürsə, burada da sələflər iki yerə bölünür. Var güclü sələflər. Etiqadın, əqidəsinin, fikrin ortaya qoya bilir. Bir də var zəif sələflər. Qoya bilmir. Mən görüşür və danışır ona görsən, oturur. Amma danışanda deyir ki, düz onlar səhvdir. Şeyx Rabi, Şeyx Ubeyd öz kitablarında və öz səsli yazılarında deyirlər. Aydındır, Şeyx Rabi, Şeyx Ubeyd Cinayət-ü Təməyyü kitabı, Mumeyyilən cinayəti. O kitabda deyir ki, sələflər iki yerə bölünür. Zəif sələflər, güclü sələflər. Güclü sələflər odur ki, onlar izhar edə bilirlər. Sələfiyyəti qoya bilirlər ortalığa. Zəif də qoya bilmir. Bunun xüsusiyyəti ola bilər, insan kimi də, aydındır filan, belə. O zəif də bizim qardaşımızdır. Zəif sələf, zəif qardaşımızdır. Aydındır, o da bizim qardaşımızdır, amma zəifdir.
tərk edirik onu, yox, biz ona yaxşıyıq, o bizim qardaşımızdır. Biz onunla münasibət bəsləyirik, nəsiyyət, aydındır. Nəsiyyət davam eləyək. Nə vaxta qədər nəsiyyət edəcək? Nə vaxta qədər oldu? Aydındır. Hasan ki, yəqin biləcək, getdi qoşuldu onlara. Onların fikrində olma, onu tərk edəcəyim. Yox, deyir qardaş, mən düz bunu sayıram, düz budur, amma mən şey deyəmirəm, sənin mən xasiyyətimdə yoxdur, mən salam verəmirəm, vallahi mən utanıram. Biz o mərdi qova müamir eləyə bilmərik. Bəli. Heç zaman hansısa bir günü varmı? Hə? Heç zaman hansısa bir günü Heç zaman günləri bəzən hisslərdə gəlir valla. O məsələyə baxmaq lazımdır, müraciət etmək lazım. Əsl budur ki, günü yoxdur, elə haçan istəsən, eləyə bilərsən. Eləyə bilərsən, ehtiyac varsa xüsusən. Məsələ belədir. Çünki hicamla sünnə olması və sünnə olmaması barədə alimlər arasında da ixtilaf var. Hicamla sünnədir yoxsa yox. Aydındır. Yəni, hər bir halda inşallah günləri var, günlər deyilib hədislərdə, lakin bu o demək deyil ki, ancaq o günlərdir. Ancaq o günlərdir. Bəli. Bu məsələyə baxmaq lazımdır. Mağazada ticarət edəndə bidət əhli gələrsə, digər məsəl üçün müştərilərlə gözəl müamilə edir. Onunla da gözəl müamilə edə bilərsən, yoxsa necə? Sırf bu da ticarət. Yəni bidət əhlidir, məsəl üçün sən taxta satırsan, o da gəlir evinə taxta almağa. Sən soruşur ki, bu neçədir? Necə başqasına deyirsən ki, 15 manat, deyirsən 15 manat. Deyir, bəs bu neçədir? Deyirsən məsələn, 10 manat. Deyir, endirim eləyərsən, deyirsən, eləyərəm. Və deyirsən, eləmərəm. İşte, danışa bilərsən ondan. Ehtiyac yoxdur. Lakin söhbət getməsin də, taxtadan keçməsinlər qamət qardaşı. Taxtadan keçməsinlər məsəl üçün də, yəni belə olmasın. Beləsi ilə lazım. Düz yendinə satsan bir şey yoxdur ona. Amma yəni bu artıq taxta almağa gəlməyir də, səni almağa gəlir. Ehtiyatlı ol. Biri gəlir sənin ixtiyarın olan yerdir, hansı ki, orada ixtiyar sahibində şiədir, məsələn, namaz vaxtı, səndən namaz qılmağa yer istəyir. Verə bilərsən. Ola bilər. Özü də onun problemidir. Hər yer dünya möhürdür də, hala daşdır. Mən möhür yoxsa öz cibindən möhür çıxardırsa, ancaq ki, dəvətə yönlü adamdır. Yox, heç nə olmaz. Əgər namaz qılmaq istəyirsə, demir ki, ver şirk qoşun. Gəlmişəm şirk qoşmağa. Elə demir, yox. Yox, deyir ki, qardaş, namaz qılmaq istəyirəm. Deyirəm, bəlkə səni ona elə təqdim ediblər ki, adam yeyən kimi, Hüseynin qatili kimi, İmam Hüseynin və Əhl-i-Beyt düşmanı kimi, sən deyirsən ki, yox, qılmağımız doğrudan da düz deyirlər. Bizim şeyxlərimiz düz deyir, bunlarla belədirlər. Amma deyirsən, qardaş, ona deməkdir. Buyurma ilə burada namaz qılıram, qıl. Bu deyir, burada namaz qıl. O da gəldi, dedi, qardaş, yoxdur möhür məsələsi. Deyir, yox, mən möhürlə qılmıram. Amma belə qıla bilərsən. O da indi möhür qeyb hardan tapacaq, necə cibindən çıxacaq. Özü bilər, qıla gedir, bu sənin dəvətindir. Bu sənin dəvətindir. Özünə sələfi deyir, məsələn, görsən o ki, cəmaatla verir, amma hakimə... Həm də qardaşlar, ədəbsizlik olaraq. Yəni, deyəsən ki, çıx, yox, namaz qılma. İnsan gəlir hər şeyi nəzərə. Bəli. Özünə sələfdir və görsən o ki, cəmaatlandır, ancaq hakimə qarşı danışır, hərdən ifadə işlədir. Ona səbir hara qədərdir? Yəni, nə var, nə zaman tərk olunur? Hakimə qarşı danışır sələfidir, qəribə sələfidir. Özünə elə deyir, nisbət deyir. Yox, hakimə qarşı... Valla, hakimə qarşı danışmaq sələflik deyil. Hakimə qarşı danışmaq xavariclikdir. Və yaxud görsən ki, cahillər danışır, o da qoşulur. Qoşulub onlara danışır, qardaşdır, sələfi saqqalı burada qoşub danışır. Dedim, ay kişi, bunlar səhv danışır, bunlar Sovet hökumətinin proqram elədiklər, bunlara qoşulma. Nəsiyyət edin o qardaş. Nəsiyyət hara qədərdir deyəkən, nəsiyyət elədin qardaş. Məsələn, olur elə deyirsən, deyir, gör mən nə danışdım, bilmədim. Olur elə qardaşlar. Olur. Onlar biraz təhlükəli sələflərdir. Zəif sələfi bilirsən mi gözəl qardaş? Yəni, məsəl üçün, mən sizə deyirəm ki, bir dənə bu məsələdə mövqeyi deyə bilərsənmi? Və məsələn, filan kəslə çalış, görüşmə. O məsələn, onda problemlər var. Deyirsən, qardaş, valla mənim təbiyyətimdə yoxdur. Və 25 ildə qonşu yox. Atası bizə gəlib gəldi. Mən ayıbdır, onun salamını almayam. Bu sənin zəifliyin ola bilər. Amma sən durub hakimiyyətdən danışırsan, bu nə zəif, bu xavariclikdir. Sadəcə olaraq biz deyirik, ola bilər, qardaş, biraz qəflət yuxusunda getdi. Sən dedin ki, ayıl, o dedi ki, ana yaxşı sağ ol. Belə. Yəni, bu təbii ki, feil, əməl xavaricdən əməldir.
Amma indi qardaşımız elədi, bilmədi. Amma da bu davamiyyətdə bu nə deyirsə, deməli bu biraz qəribədir, bu biraz. İllərdən. Və qəbul deyil biz onu, qəbul eləmirik. Danışılır, ördəki hadisədir. Yəni neyniyə qardaşlar? Biz demirik bunu. Bunu Peyğəmbər deyib sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim məndən sonra yaşasa. Bax, Peyğəmbərimiz deyir ki, Muhammed sallallahu əleyhi və səlləm deyir ki, kim məndən sonra yaşasa. Kim məndən sonra yaşasa. Bəzi sahabelər bu hədisdən sonra deyir ki, yaşamaq istəmir səndən sonra. Ona görə Əbu Hüreyrə demiş ki, Allah'a da demiş, Allah hicrətin 60-cı ildən sonra yaşamaq istəmirəm. 63-də də Həccac gəlir, Həccac gəlir təqribən. Yezid, Həccac, o ərəfə olur. İstəmir o dövrü görməyə. Dua edir Allah ki, Allahım istəmirəm onların hakimiyyətinə. Çünki görürdü, Peyğəmbərdən sonra yaxada gördü hakimləri. Ki, onlar Quranla, sünnənlə hökm eləmirlər. Dua elədi ki, Allahım istəmirəm, Allah məni, yəni Allahdan istəmədi yaşamaq. Allah Teala ona görə Əbu Hüreyrə radiyallahu anh, yəni ona görə yox, yəni Allah Teala yəni Allah Subhanahu onun duasını qəbul eləmədi, bəzi alimlər deyir ki. Duasını qəbul istəmədi, çünki gördü Peyğəmbər demişdi ki, kim məndən sonra yaşasa, hakimlərində pis-pis şeylər görəcəklər. Görəcəklər ki, mənə sünnətim üzərində deyirlər. Neynəsinlər? Dedilər, səbr eləsinlər, mənə hovuzda görüşənə qədər. Mən demirəm ki, bu Peyğəmbər deyir. Mən də sənə deyirəm ki, Peyğəmbər deyərdi ki, danışsınlar, nə bilim, belləsinlər, elləsinlər. Deyir ki, səbir etsinlər, hətta mənlə hovuzda görüşənə qədər. Qutardı da məsələ. Yəni, və başqa ayələr hədisdə hansı ki, bir dənə hədisidir. Yəni, səhv eləmirəmsə, bəzi alimlər deyir ki, hakimə itaət vardı, hədislər 200-lərdən çoxdur. 200-lərdən çoxdur. Bu, Əhl-i Sünnənin etiqad kitablarında yazılır bu məsələ. Hələ bir dənə əqidə kitabı yoxdur ki, bu söhbət olmasın. Bəzi kitablarda birinci gəlir. Əhl-i Sünnənin sifəti kimi, siması kimi, meyarı kimi. Yəni, belə baxmaq lazımdır məsələyə qardaşlar. İndi bizi düz anlamır bəziləri. Bəziləri deyir ki, məsəl üçün, dua deyirsən ki, Allah qorusun hakimi. Yəni, o, məsəl üçün, onun anlayışında deyir, o pis əməllər də eləyir. Sən deyirsən ki, Allah onu qorusun, yəni Allah onu pis əməl eləyəndə də qorusun. Hələ dua eləmə. Onda görə sənə də elə dua eləməyim. Deməyim, qardaş, Allah sənə kömək olsun, Allah sənə qorusun. Niyə? Sən pis əməl eləmirsən. Onda sənə də düşünür. Adam başa düşmür, yəni. Adam bilmir, nə danışır. Aydındır, əlhəmdə biz hakimiyyət üçün, yəni hakim üçün dua edirik, Allah Teala. Allah kömək olsun. Və salam. O bizim başçımızdır. Bəzilərin xoşuna gəlməsidir. O bizim başçımızdır, Allah Teala bizim üçün seçib. Başqa yol da yoxdur. Əlhəmdülillah, biz ona eşidirik, itaat edirik, dindən görürük. Dindən görürük, zəif ona görə yox. Biz zəifik, güclüyük, fərq yoxdur bizim üçün. Bəziləri təqdim edir elə ki, biz deyirik ki, zəifik ona görə. Güclənəndə ona qarşı çıxacaq. Bu bizə atılan böhtandır. Böhtandır, şərdir. Bizə fərqi yoxdur, biz zəifik, güclüyük, əlhəmdülillah. Nə qədər ki, müsəlman hakim başımızın üstündədir, biz ona iştilə itaat edirik. Fərqi yoxdur. Onlar Əhl-i Sünnə mənhəcin yolunu bilmirlər, cahilcəsə danışırlar. Bəli. İnsan özünə ölüm istəyə bilər, lakin o dua eləmiş ki, Allah məyər mənim üçün yaşamaq xeyirlisə, yaşad, ölmək xeyirlisə öldür. Yəni, belə dua. Necə Peyğəmbərimiz öyrədir, sallallahu aleyhi və səlləm. Yəni, sadəcə ürəyindən keçəni dedi. İstəmirəm, hicrətin 60-cı ilinə qədər yaşayam. Çünki bilirdi gedişatdan kimlər gələcək hakimiyyətə. Peyğəmbər görmüş adamdır, bu artıq gedişatı bilir. Radiyallahu anh. Bəli. Yəni, o hakimlər ədalətli zad deyirlər, qardaşlar. Həccac girirdi, meçidə deyirdi ki, nə kəsiləsi başlar var, sahabələr üçün deyir. Sən hələ belə gəlməsin. Sən hələ belə gəlməsin. Yəni, bəziləri başa düşmür. Bəziləri başa düşmür Əhl-i Sünnənin mövqeyi, başa düşmür qardaşlar. Bəli. Ağcan, müsəlmana belə nəsiyyət edə bilərmi ki, saqqalını biraz gödət, radiyasa, yəni
Müsəlman deyə bilərmi saqqalını gödərt və ya qaydaya sal? Yəni deyə bilər ki, məsəl üçün dağınıqdır, saqqalı dara, düzən ver saqqalı, eyb etmə. Gödərt, yəni 4 barmaqdan aşağı. Dörd barmaqdan aşağı düşübsə, yəni bir tutumdan aşağıdırsa saqqal şəriətdə, aşağı düşür, onu kəsmək olar, azaltmaq olar. Və bizim örfə, adətə uyğun olan da odur. Yəni, mən oraya deyəm ki, oraya meyilliyəm ki, bizim örfə, adətə uyğun olan 4 barmaqdır, yaxşıdır. Necə, yəni bu barədə işarə hədislər var və alimlərdən rəylər var. Qardaşlar ki, o 4 barmaqdan uzun tuturlar, onlar da öz işləridir. Yəni, biz onlara heç nə demirik, Allah bərəkət versin. Lakin, minbə bir məsləhət baxımından. Yəqin bunu qəsd edir. Tib etməz yəni. O sənə demək istəmir saqqalıvı qırxlasa. Aydındır. Və ola bilər, məsələn, bəzi qardaşlar saqqallarına fikir vermirlər, məsəl üçün. Ola bilər ona görə. Saqqalı yumaq lazımdır, ətirləmək lazımdır. Gözəl demək lazımdır. Aydındır? Bəli. Bəli. Çünki biz cəmiyyətə çıxırıq baya. Əlhəmdülillah. Hüseyn Radiyallahu bunu dəlil gətirirlər ki, bu hakimə qarşı çıxmaq barədə qadağan olan hədislər yəni bilmirdir və yəni həmin Hüseyn radiyallahu hakimə qarşı çıxmamışdıq. Bəyəm adam arvadla, zılğa uşaqla, qadınla, yəni silahsız hakimə qarşı çıxar 60 nəfər. Hüseyn radiyallahu allatmışdı küfə əhli, çağırdılar və öldürdülər onu. Xəyanət elədən öldürdülər. Hüseyn radiyallahu əslən hakimə qarşı çıxmamışdı. Əslən. Yəni hər halda Hüseyn radiyallahu qeyrətli kişi idi. İzzətli bir kişi idi. Peyğəmbər nəvəsi idi. İgid oğluydu. Əlinin oğluydu radiyallahu. O heç vaxtı elə bir ağır bir məsələ arxasınca arvad uşaq götürməzdi. Aydındır. Göstərir ki, inanmışdı, Mədinədən Küfəyə köç edirdi. Elə bilmişdi ki, onu orada qəbul ediblər. O da ailəni uşağı götürüb getdi orada qalmağa. Lakin yolda xəyanətlə qarşılaşdı və kimlər ki onu çağırmışdılar, onlar da öldürdülər. İmam Hüseyni kim öldürdü? Küfə zamanı. İmam Hüseyni radiyallahu anh öldürənlər bir vaxtı İmam Əlinin dəstəsində Muaviyyəyə qarşı vuruşanlar idi. Bir vaxtı Muaviyyənin dəstəsinə qarşı İmam Əlinin sıralarında dayananlardır. Aydındır? Bəli. Və Kərbəla hadisəsində təkcə İmam Hüseyin şəhid olmayıb. Orada İmam Hüseynin qardaşları vardı, Abu Bakır, Ömər. Hansı ki, Əli radiyallahu anh'ın övladları idilər. Onlar da şəhid olmuşdular. Lakin onların adlarını deyən yoxdur. Amma qaldı ki, İmam Hüseyni hakimə qarşı çıxmaq, ittiham eləmək, bu ittiham yalandır və böhtandır. Bəli. Bəli. Onlar beyyət eləməmişdilər də. Əslində o düzgün deyildi də. O zaman Hüseynin xəbəri yoxdur axı, nə baş verir. Hüseyin radiyallahu anh xəbəri yox idi axı. Onlar bilər ki, cəmaat onu istəmir, səni seçiblər. Sənin razıyıq sənə, sən gəl. İndiki kimi deyildi axı məlumatlar. O da getdi. Necə? Özünü asıb intihar eləsə, bəli. Cənazə namazı qılınır. Eyb etməz, insanlar rəhmət eləsin. Müsəlman özünü asıbsa böyük günah sahibidir. Biz bilmirik də özünü niyə asıb. Bəlkə cinli idi. Bəlkə nəsə, bəlkə sehir olunmuşdu, bəlkə nəsə. Belə. Vallahi, yəni alimlər deyir ki, o bəzilər şəhid deyirlər ona, bəzilər belə. Şəhid də deyənlər var, yəni o. Hər bir halda, yəni hər halda özündə olmayıbdı o. Bir növ belə özündə olmayıb. Sərbəst, bilə-bilə gedib özünü asıb. Bu da biraz şeydir, yəni qəribə çıxır. Nəsə olub özünü asıb. Borca görə falan, bu hədisdə pis olan bunlardır. Amma məsələn, adam xəstə olub, ruhi xəstə olub və dəli olub və cinli olub. Bunlar Allah bilir, bəlkə üzürləri var.
hər bir halda onlara rəhmət düşür. Hər bir halda onlara rəhmət düşür. Bəli. Onların qılmadığı namazları da cənab. Yox, dəli hökmündədirsə artıq yox. Və ya Dəlil deyil, yəni bu din olduğu şübhələnir sadəcə. ya da özündə olmayanda, amma özünə gələndə qılır. Özünə gələndə də Şeyxülislam deyir ki, İbn Teymiyyə rahimehullah var elə adamlar. Belə cinlənir, sonra özünə gəlir. O özünə gələndə namazları qılır. Özündə olmayanda qılmır. Onlar da qaytarmır. Çünki onda qələm qalxmışdı ondan. Bəli. Danışır. Bəli, buyur. Məsələn, deyirlər ki, indi Hüseyn radiyallahu anh o qadınlarla döyüşə yox, etiqadı oradaydı ki, gələr Küfəyə, Küfədə onu qəbul edir və Küfədən o Yezdə qarşı vuruşmalı idi da, yəni ki. Onun etiqadı bir Mədinədən çıxanda, yəni vuruşmağa yox. Kim xəbər verir ki, o etiqad vardı? O barəsində kitab. Yəni Hüseyn radiyallahu deyib elə şey. Yəni, Yoxsa Hüseyn radiyallahu əgər xəlifə seçilirsə, xəlifə, o kiməsə qarşı çıxmağa niyə tez olur? Özü xəlifədir də. Kimsə ona qarşı çıxa bilər. Bu da səhv oldu axı. Hüseyn radiyallahu gəldi, xəlifə oldu, düzdür? Seçdilər bunu. Xəlifədir də, kim buna qarşı çıxa bilər ki? Və bu xəlifə necə kiməsə qarşı? Bu xəlifə Yezid seçilmişdir. Sadəcə bunu Küfəyə dəvət edirdilər. Bu etiqadı o idi ki, gələr Küfəyə, Küfədən Yezdə qarşı vuruşar. Yox, o ona görə gəlməmişdi. O gəlmişdi ki, ona görə də İbn Əqili göndərdi ki, Müslim İbn Əqili öz əmisi oğlu göndərdi ki, get sənə beyyət eləsinlər. Sənə beyyət eləsinlər, mənə məktub yaz ki, həqiqətən məni istəyirlər. Orada beyyət məsələsi vardı. Bəs Müslim İbn Əqili nəyə göndərmişdi? O çay içməyə göndərmişdi. Göndərmiş ki, get gör, həqiqətən məni istəyirlər, yoxsa məni istəmirlər. O da getdi, orada ona beyyət elədilər. 30 min nəfər. Deyim, mənə 30 min nəfər sübhdən sonra beyyət elədi. Məğribdə yanında bir adam yox idi. Hamısı xain çıxdı. O, Ərəfədə də artıq olan olmuşdu. Xəyanət elədilər. Yəni, əgərlərim onlar deyən kimisə, Hüseyin radiyallahu anh gəlir, hakim olursa, artıq millət ona beyyət edirsə, artıq heç kimə qarşı çıxamaz o. Özü başçıdır da, kimsə ona qarşı çıxa bilər. Söz düz deyil əslən. Onlar bilmirlər nə danışsınlar. Aydındır. Ona görə Şeyxülislam deyir ki, rahimallah, səfihin sözün özünə qaytar. Yəni, kim ki səhv söz deyirsə, özünə qaytar, elə o öz sözündə öz dəlili var. Xəlifə gedib xəlifə olub qarşı çıxacaq. Kimə? Xəlifə olsa artıq ona qarşı çıxa bilərlər. O kiməsə qarşı çıxa bilməz. Aydındır? Bəli. Bir də kötü uşaqdır. Namaz qılsan, kötü uşaqdır. Keçir qabağından. Yox, təhlükə var. Özü yıxılar və yaxud da ölkəm yerədilər, ya yıxıda arasın. Çıxmalar namaz olur. Yəni, əgər təhlükə varsa çıxa bilərsən. Sıfırdan qalan keçsən. Sıfırdan qalan o uşaqdır, bilmir. Amma belə örgədə bilərsən yavaş-yavaş. Örgədə bilərsən. Desən ki, bir dəfə, iki dəfə olmaz, gəlib dayanacaq belə. Bilir ki, burada olmaz demirsən ona. Təqribən. Amma sən yenə də bax vəziyyətə, əgər təhlükə çıxa bilərsən. Hüseyn radiyallahu anh Mədinədən gedəndə Küfəyə. Məkkədən gəlir Mədinəyə, oradan da gəlir Küfəyə. Həmin vaxt Məkkədə məsələn kimi xəlifə? Məkkədə isə Abdullah ibn Zübeyir idi. Abdullah ibn Zübeyir. Əmir idi, əmir. Xəlifə Yezid idi. Səhv eləmirəmsə, idi də Abdullah ibn Zübeyir gil bir dəstə ayırmışdılar. O əmr idi, xəlifə ancaq Yezid seçilmişdi. Həmin vaxt kimi ona deyirlər getmə, həmin vaxt. Ona deyirlər getmə, o da məktubları göstərir. Deyir, bax, mən məktub gəlib orada. Ona məktublar gəlmişdi, o da məktublara inanmışdı. O məktubda olan adamlar da böyük adamlar idilər. O vaxt onun atasının vaxtında böyük vəzifədə işləyən adamlar idilər. Ki, gəl səni seçirik. Biraz belə ağır adamların danışığıydı bu. Bu, Hüseyin radiyallahu həyətdə kartof satanın məktubuna getməyirdi. O adamlar ki, Muaviyə ilə Əlinin mübahisəsində İmam Əlinin dəstəsində yer almış adamlar idilər. Generallar deyəydi, o vaxt ki, generallar yazır ki, gəl, səni istəyirik. O da gedir. Yəni, biraz inandırıcı idi. Onlar da onu öldürürlər. Allah kömək olsun. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimə kədir. Sağ olun. Yalan danışmaq
təhlükəli olmağını diqqətə çəkmək üçün. Belə bir şey demək olarmı ki, misal üçün namaz qılmayan, oruç tutmayan, amma yalan danışmayan bir insanla ticarət etmək mənim üçün daha rahatdır. Nəinki yalan danışan, amma ticarətində yalana yol verən, namaz qılan, oruç tutan nisbətində. Yəni ticarət üçün demək olar bu söz. Ticarət üçün demək olar. Amma onu da vurğulamaq üçün baxmayaraq ki, namaz vacibdir, oruç vacibdir. Ticarət yəni, ticarət yerində demək olar. Ticarət yerində. Ancaq ticarət. Yəni mənim üçün daha sevimlidir ki, ticarətində doğru olan ibadət eləməsi də o daha mənim üçün rahatdır. Onunla ticarət eləmək. Nəinki ibadət edir, amma məsəl üçün də əyrilik falan da var. Bu daha yaxşıdır mənim üçün. Eyb etməz. Eyb etməz. Qeydlə eyb etməz. Allah razı olsun. Selamun aleyküm. Allah razı olsun. Allah sevər ki. Allah razı olsun.